Elvin Cəfərquliyev maçın oyuncusu seçildi. Qarabağ turnir cədvəlində haradadır? Çempionlar Liqasında bu dəfəki qarşılaşmada Elvin Cəfərquliyev maçın ən yaxşı oyuncusu seçilib. Transfermarkt'a görə Elvin Cəfərquliyev 24 yaşındadır və Qarabağ FK komandasının əsas müdafiəçilərindən biridir. Soccerway məlumatına görə 2024-25 mövsümündə o, ölkə çempionatında 26 oyunda iştirak edib və 1 gol vurub. Klubun rəsmi saytında o, Qarabağın oyuncular siyahısında nömrə 44 nömrəli müdafiəçi kimi qeyd olunur. Turnir cədvəli ilə bağlı sosial mediada paylaşılan postda Qarabağın liderlər arasında 4-cü yerdə olduğu göstərilib. Sual, sizcə Elvin kimi gənc futbolçuların belə fərqlənməsi Qarabağın uğuruna nə qədər töhfə olacaq? Komanda 4-cü yerdən daha yuxarı qalxa bilərmi?